Hər kəsə salam. Bu günləri evdə artıq qalan mürəbbə şirəsindən böyük bir ailəyə çatacaq çox ləzzətli, yumşaq bir piroq reseptini sizə təqdim edirəm. Gəlin keçək hazırlanma qaydasına. Əvvəlcə dərin bir qabın içərisinə 400 qram yumşaq kərə yağını əlavə edirik. Margarin də əlavə eləyə bilərsiniz. Üzərinə 1 stəkan şəkər tozu və 1 paket vanil də əlavə edib çəngəl ilə bir kütlə halına gələnə qədər yaxşı-yaxşı qarışdırırıq. Daha sonra 4 ədəd yumurta və 2 stəkan mürəbbə şirəsindən bura əlavə edirəm. Evdə hansı mürəbbə şirəsi varsa ondan da istifadə edin. Amma baxın ki, məhz şirin mürəbbənin şirəsi olsun və onu da qeyd edim ki, piroqun rəngi məsələ mürəbbə şirəsinin rəngindən asılı olacaq və yaxşı-yaxşı qarışdırıram. İndi isə 1 stəkan qatığın içərisinə 1 çay qaşığı sodanı əlavə edib köpürdüb bu qarışıma əlavə edirəm. Bir paket qabartma tozu da əlavə edib yenidən qarışdırıram. Sonda da 5 stəkan yarım unu hissə-hissə əlavə edib qarışdırıram. Niyə məhz hissə-hissə əlavə edirəm? Çünki belə qarışdırmağa daha asan olur. Həm də ki, undan una fərq var. Ola bilsin ki, məndə bu qədər un getdisə, sizdə daha az və yaxud da daha çox un istifadə oluna bilər. Baxın dostlar, nəticədə sizdə də belə bir xəmir alınmalıdır. Soba listimi də əvvəlcədən yumşaq kərə yağı ilə yağlayıb biraz da unlayıram ki, piroqum bişdikdə yapışmasın. Listimin diametri 38-in 35-ədir. Xəmirin yarısını bura əlavə edib üzərini düzləşdirirəm və 180 dərəcəli isidilmiş sobada yarım saata bişirirəm. Xəmirin qalan hissəsi ilə də tam eynisini edirəm, amma onu burada göstərmədim ki, videom çox uzun alınmasın. Korjumuz tam soyuduqdan sonra kənarlarını kəsirəm. Daha sonra onları piroqun üzərini bəzəmək üçün istifadə edəcəyik. Baxın dostlar, necə yumşaq, super bir korj alınıb. O qədər yumşaqdır ki, hətta əlimdə belə tutmağa qorxuram ki, birdən qırılar. Bir sözlə möhtəşəmdir. Və piroqun arasına mən cem əlavə edirəm. Bu nar cemidir. Bu cemin hazırlanması kanalımda var. Keçən il çəkib paylaşmışdım. Əgər maraqlıdırsa keçid edib baxa bilərsiniz. Siz isə istənilən cemdən və yaxud da bişmiş qatılaşdırılmış süddən də istifadə eləyə bilərsiniz. Son olaraq da ikinci korju üzərinə qoyub yenidən cem çəkirəm və piroqun kənarlarını qırıntı hala gətirib üzərini bəzəməklə işimi bitirirəm. Və budur dostlar, artıq piroqun dadına baxmaq vaxtıdır. Heç gözlətmədən kəsirəm, çünki gözlətməyə belə ehtiyac yoxdur. Piroq onsuz da yumuşaqdır. İnanılmaz dərəcədə çox gözəl bir piroq alınıb. Bundan əvvəl o qədər mürəbbəli şirniyyatlar hazırlamışam ki, sayını hesabını bilmirəm, amma bu ən mükəmməlidir. Buna əmin ola bilərsiniz. Mütləq bu reseptlə hazırlayın. Əgər evinizdə artıq mürəbbə şirəsi varsa, onu heç bir zaman israf etməyin. İzlədiyiniz üçün təşəkkür edirəm dostlar. Əgər videomu bəyəndisə, bəyən düyməsini basıb abunə olmağı da unutmayın ki, bu cür videoları gələcəkdə qaçırmayasınız.